Tərkibi bilinməyən yaraşıqlı tortlar, hazır satılan şəkər xəmiri, rəngli zefirlər, yumşaq pambıq effekti verən şirniyyatlar, düzgün qablaşdırılmayan tortlar, üstü açıq şirniyyatlar ciddi təhlükə mənbəyidir. Düzgün tort və şirniyyatı necə seçməli və vaxtı keçmiş tərkibi müəmmalı olan tortun formasına aldanıb keyfiyyətsiz məhsulu almamaq üçün nələri bilməliyik? Tortlar da növlərə görə saxlama şəraiti, saxlama dərəcəsi dəyişir əlbəttə ki. Bildiyimiz klassik kremlə hazırlanan qozlu, fındıqlı, şokoladlı, badamlı şirniyyatların saxlama müddəti qaymaqlı meyvəli tortlara nisbətən daha çoxdur. Amma diqqət eləmək lazımdır. Ən əsas da satıcılar mağazalarda bu tortların, şirniyyatların saxlama müddətinə və tarixinə xüsusi diqqət eləməlidirlər. Şirniyyat da narkotik bir vasitə kimi çox insanda ciddi fəsadlar, asıllıq yarada bilər. Fəsada nə ola bilər? Bəlli bir zaman insan şirniyyat qəbul edir, yeyir, şokolad yeyir və yaxud da hər hansı bir un məmulatını yeyir və özünü yaxşı hiss edir, əhval-ruhiyyə yüksəlir. Amma bəlli zamandan sonra nə olur? İnsan növbəti bir travmanı yaşayır. Çəki artır, sağlamlığında problem, maddələr maddəsində problem, immun sistemi aşağı düşür və insan özünü artıq bir tərəfdən də yarımçıq hiss etməyə başlayacaq. Mağazalarda keyfiyyətsiz tort və şirniyyatlar boldur. Tortların pis olanını tanımaq olduqca asandır. Tortun keyfiyyətinin xarici görünüşünə görə müəyyən etmək yalnız o halda mümkündür ki, plastik qablaşdırılmaya qoyulsun. İlk növbədə kremə diqqət yetirin. Çox parlaqdırsa bu yüksək keyfiyyətin olmadığının ilk əlamətidir. Yaxşı krem tutqun rəngə malik olmalıdır. Krem parlaqdırsa o zaman çox yağlanıb. Üzərindəki krem də biraz ərimiş kimi görünürsə bu məhsulu ümumiyyətlə almayın. Əgər tort biskvitdirsə, o zaman bucaqdan diqqətlə baxaraq onun keyfiyyətini müəyyən edə bilərsiniz. Aşağı keyfiyyətli tortun hətta kənarları belə qalmır. Qatlar bir-birinə uyğun gəlmir. Enində fərqlər olur. Bunların hansı şəraitdə hazırlandığı da şübhə altındadır. Çünki bəzən olur ki, həmin məhsullar evdə və yaxud da sanitar gigiyena qaydalarına əməl olunmayan sexlərdə hazırlanır ki, bu məhsullardan istifadə edən insanlarda tez-tez biz şişkinlik, köp, ürək bulanma, baş ağrısı, digər əlamətləri eşidirik və bunun da əsas səbəblərindən biri həmin məhsulun sağlam qida olmadığı, eyni zamanda orqanizmə müxtəlif mənfi təsirlərin olduğunu görürük. Sanitar və texnoloji qaydalar, standartların tələbləri, reseptlər hazırlayanların öz sağlamlığı nəzarətsiz sahələrdən biridir. Belə məhsullara xeyli sayda müxtəlif eylər yazılmır, amma vurulur. E910 L-sistein, E920 L-sistein hidroklorid, E921 L-sistein hidroklorid, monohidrat və E kodlu nömrələrlə tanınan sistein təbii zülallarla olan və insanlar üçün əsas olan 20 amin turşusundan biridir. L-sistein saçda, lələkdə, dırnaqlarda və yunda da yüksək miqdarda olur. L-sistein heyvan boynuzlarından, daha sonra isə heyvanların tükündən və dırnaqlarından hidroliz olunmağa başlayıb. İndiki dövrdə insan tükündən də hidroliz olunma faktlarına rast gəlinir. Sənaye istehsalında bu materiallar vasitəsilə təmin edilir. 1 ton saçdan təxminən 100 kiloqram sistein alınır. Sisteinin funksiyası glutenlər arası disulfit əlaqələri qorumaq və xəmiri daha elastik etməkdir. L-sistein həmçinin xəmir yaxşılaşdırıcı, yumuşaldılmasına daha elastik və genişliyinin xəmirin inkişafına kömək edir. Emal müddətini azaldır. Xəmirin formasının saxlanmasına, rahat və nazik açılmasına şərait yaratdığı üçün L-sisteindən geniş istifadə edilir. Çin hidroliz yolu ilə insan saçından və donuz tükündən sistein alan ən böyük istehsalçıdır. Yaponiya və Almaniya heyvan mənşəli xammaldan istifadə edən ölkələrdir. Alman şirkətlərinin bəziləri sisteini yalnız bitki mənşəli xammaldan, məsələn, mikrobial fermentasiya yolu ilə istehsal edir. Keyfiyyətsiz və vaxtı keçmiş tort iki fərqli anlayışdır. Məhsulun keyfiyyəti onun texnologiyaya uyğun hazırlandığından xəbər verir. Vaxtı keçmiş tort isə tamamilə başqa məsələdir. İstifadə müddəti bitmiş tortu da müəyyən edə bilərsiniz. Satıcılar məhsulun son istifadə tarixlərini dəyişir və zədələnmiş məhsulların üzərində təzə yazı görünür. Tortdan zəhərlənmə təkcə buna görə baş vermir. Bu şirniyyatla olan zəhərlənmələr halı artıb. Əsasən də bu şirniyyətin üstündə o krem, qalan belə ki bu qatqılar olan məsələ o çox diqqəti belə çəkir və ona görə də indi bu axır zaman müraciətlərin artması ilə həm onların tərkibində olan qatqılardan və qatqılar da özləri də
toksiki təsirə malikdir, bu zəhərlənməyə səbəb ola bilər. Və bu kimi halın vəziyyəti qabağı alınmasa, bu uzun müddətli belə bədəndə zəhərlənmə verə bilər, bədənin müqavimətini sala bilər və fəsadlaşma kimi həm belə ki, mədə bağırsaq, qaraciyər, həm də böyrək fəaliyyətini poza bilər. Əksər tort məhsullarının üzərində nadir hallarda istehsal yerini və istehsalçı haqqında ətraflı məlumatı tapa bilərsiniz. Əsl istehsalçı isə bütün təfərrüatlarını təsvir edir və hətta tarixi ilə bağlı unikal faktlar verir. Sujeti hazırlayarkən çox iri mağazalar şəbəkələrinin, şirniyyat mağazalarının adi suallara cavab vermədiklərinin şahidi olduq. Nəyi bizdən gizlətdikləri aydındır. Böyük istehsalçılar bahalı keyfiyyəti nəzarət sistemini qorumalıdırlar. Sahibkarlar buna çox vaxt etinasız yanaşırlar. Ancaq bu sahədə qənaət xüsusilə təhlükəlidir. Çünki qənnadı kremləri təhlükəli bakteriyalar üçün əla yetişdirici zəmindir. Təbii ki, hər bir yerdə olduğu kimi biz də çalışırıq. Yəni hara qədər ki qanunvericilik tələb eləyir, gigiyenik cəhətləri riayət eləyək, yəni işçilərin müayinədən keçməsi mütləqdir bizim işdə də hər yerdə olduğu kimi. Qatqıları o halda istifadə olunur ki, onu uzun müddət saxlamaq istəyirlər. Məsələn, müddəti 5 ay, 6 ay, 3 aydan yuxarı olmaq şərti ilə onda o zaman o qatqılardan istifadə olunur. Amma bizdə ki öz mağazalarımızda biz 3 gündən artıq heç bir malı saxlamırıq. Böyük marketlərdə tərkibi bilinməyən tortlar meydan soluyur. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Amma necə gəldi daşınır və saxlanılır. Dilimlə satılan tortlar daha böyük məmma və təhlükə mənbəyidir. Tortlar markalanarkən əmtəə nişanı, istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, xalis çəkisi, istehsal tarixi, saatı, saxlama müddəti, sertifikatlaşdırılmış məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqqında məlumat, tərkibindəki konservantlar, qida və enerji dəyəri, mövcud standart, saxlanma şəraiti kimi mühüm göstəricilər qeyd olunmalıdır. Bunlar yoxdursa, o məhsulu almayın.